Mercedes'in motorları kardeş var 2500 manada, 2000'den 1500 manada. Bak Mercedes'in motorlarına bak 260, 274, 272 motorlar. Niye bu qiymətdə onu da qardaş sizə deyirsin. Motorlar problemli motorlardır qardaşlar. Kimsə sənə deyirsə, məsələn mən sənə 2500, 3000'ə bu motor gətirib verirəm, bu motoru. Məsələn keçirim buna. Bax bu motor gətirib verirəm. Və yaxud da gəlin bura göstərim sizə. Bax bu motorlardan gətirib verirəm sənə 3000'ə, bax bu motorlardan. Motor problemlidir. Açarsan ya balı qırıqdır, ya porşun yandırır, ya qalopqa yaramır, ya blok yaramır, nəsə belə bir söhbətdir. Yəni belə şeylər Allah'a pulunuzu suya tullamayın. Ancaq ziyanını çəkərsən. Bu yaxınlarda bir dənə qardaş deməli motor deyir ki, falan kəs falan qiymətə verir, yalan deyir Allah hamd olsun. Əminliklə deyirəm, yalan deyir. Bu motorun qiyməti normalisi, garantiylə qardaş 6500 manatdır. Bir dəqiqə deyirəm, yəni 2500 manat onu alaram, amma problemdir, motor yaramır. Burada olan bütün motorlar elə daha. Yəni gəlsən burada motor almalı, qardaş deyir ki, məndə motorlar qardaş problemli motorlardır. Ürəyin hansısa götürün verimsə, amma problemi var. Yəni bu açıq aydındır. Dünya bazarında zapsasının qiyməti qalxacaq 3 dənə ölkədə. 5 dənə ölkədə zapsasının qiyməti düşəcək amma. Çünki alış-veriş yoxdur, gediş-gəliş yoxdur, problem odur. Qalan nə istəsiniz qardaşlar, yəni qulluğunuz deyən problemdir. Nə istəsiniz var. Nə motor istəsən var, amma problemdir. Yəni deyim bir. Problemsiz motor istəsən normal qiymətədir. O mənlik olan şeydir. Bax, görürsən. Öpürəm sizi, çort babi də ağıllı olun məndən danışanda.